Cahil qasir var, cahil müqəssir var. Cahil yəni ki, bilməyən. Cahil yəni ki, bilməyən. Avam deməkdir, yəni hökm bilmir məsələn. Biz də bir çox şeyə cahilik. Qasir yəni ki, təqsirkar. Müqəssir, o da təqsirkar mənasında demək olar. Qasir, daha doğrusu təqsirləndirən mənasında, müqəssir də təqsirləndirən mənasında. İkisində də bir təqsir var. Yanlışlıq var. Deyib bunların hökmü necədir? Ümumiyyətlə, cahil qasir nədir? Cahil müqəssir nədir? Cahil qasir budur ki, məsələ bilmir və öyrənmək də mümkün deyil. Məsələ bilmir və öyrənsin mümkün deyil. Səhlançılar eləməyib. Səhlançılar eləsin, yox, bunda yoxdur. Telefonum var, zəng eləsin, yox, heç cürə imkan yoxdur ki, mən bilmədiyimi öyrənim. Məsələn, düşüb elə yerə ki, hər yer bağlıdır. Və elə yerdə ki, adam var. Onlar tam başqa insanlardır, başqa əqidə qulluq edirlər. Heç kimdən, heç nədən bilmir. Günahkar bilməyəndir. Daha doğrusu günahsız bilməyəndir. Qasirdir, amma üzürlü qasirdir. Bilmir, amma üzürlüdür. Və məsələn üçün, düşüb elə yerə ki, məsələn, deyək meşəyə, məsələn, illərin qalıb orada, azıb qalıb, heç nə, heç öyrən bilmir. Hələ bildiyi kimi əməl eləyib. Bildiyi kimi əməl eləyib. Bunun məsələsi necədir? Bunun əməllərinin batilliyi yoxdur. Sonra gəlir görür ki, və buna çatdı müəyyən bir yeri məlumat ki, məsələn, bu səhv eləyib. Namazında, oruzunda, qibləsində. İki ilə bölünür. Bilirdi, deyirlər ki, yox. Bilə bilərdi, deyir ki, yox. Bu adam həqiqət elə yerdir ki, bu adam bilə bilməzdi. Bu adam əməlləri qəbuldur. Bir cahil var, o da bilmir. Amma müqəssirdir, təqsirkardır və üzürsüz təqsirkardır. Bilə bilərdi də. Allah qorusun bütün əsirlərimizi. Mən dəfən demişəm, hərbi xidmətdə zabit düzür cərgəyə əsgərləri. Məsələn, içində Əhmədov, Əliyev, Məmmədov deyir, bəli, sən çəkmən, batinkan niyə çirklidir? Məsələn, axşam qaroldu idim, post idim və ya məsələn, axşam halım dəyişmişik, qızmalı idim filan. Deyir, əskər, sənə demirəm sənə nə olub və sən harada idin? Sənə deyirəm ki, niyə təmizdir? Mən sənə deyirəm haradasan? Deyir, yox. Sənə deyirəm sənə nə olmuşdur? Deyir, yox. Mən sənə sual verdim. Deyirəm, niyə təmiz deyil? Yəni nə? Yəni, buradan salsa təmiz olmalıdır. Sən üzrün bu cərgiyə qədərdir. Cərgiyə gəldir, mən üzr qəbul eləmirəm. Xəstəxanda olur. Öldük, getdik, Allah mən bilmirdim, bilmədim deməklə canımızı qurtarmağa düşünməyək. Bir çox insan var. Niyə məsələn bizi dinləmirlər? Səs-küy salırlar. Peyğəmbərin dövrünün qulaqlarına pambıq qoyurlar, eşitməsinlər. İmam Hüseyin dövründə, Kərbəlada, o səhnədə qılıncdan vurarlar qalaxanlara, tak 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 səs çıxarırlar ki, İmam Hüseyin etki eşidilməsin. Çünki eşidiləndə axılar boyuna gəlir məsuliyyət. Bu bəhanə ki, uzaq başı öləndə deyir ki, Allah mən bilmirdim ki, eşitmədim ki, xəbərim yox idi. Allah deyir, bilə bilərdin də sən. Hələ bilmirəm, bilmirdim bu şərt deyil ki, bilə bilərdin məsələni. Zəng elə bilərdin. Evlə ruhani var, alim var. Allah ki, müstəqillik dövründəyik. Nə qədər bizim kitablarımız var, tərcümə olunub, təfsir, tərcümə hər biri. O vaxt Rusun dövründə deyə bilərdik. Alimlər məsələn sürgün olublar, ölüblər, öldürüblər. Kitabı yox. Əlimizdə bir tutarlı əsas var idi. Ona biz qasir idik. Cahil qasir. Amma indi də var həmin insana çox təəssüf. Bu qədər texnoloji inkişaf edir, alimlər. Hər bir sahədə bu müqəssirdir. Öyrənə bilərdi məsələni. Hə, yox. Telefon vardı, bəli. Qohum vardı, molla, bəli. Nə. Bütün şərtlər yerindədir. Bu təqsirkardır. Bu təqsirkardır. Bu alə səhlənçadaq eləyən. Bunu əgər düzgün gəlməsə əməlləri fətvana, gələk qəza eləsin. Cahil qasir. Burada çox cümlə var. Deyək, cahil qasir bəzi məsələlərdə Allah ona əzab verməz. Çünki bilmirdi də. Amma cahil müqəssirin isə deyir, neyi var?
cəzası var. Bu bir kitab qurtardı inşallah. Ha, keçirib burada qalıb 2-3 dənə səhifə qalıb. O da inşallah bitirək.